Paytaxtın Nərimanov rayonu 2-ci Şimal küçəsində fərdi yaşayış evində xəsarətlə nəticələnən güclü yanğın baş verib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb, bildirilib ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 900 kvadrat metr olan 2 mərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına, o cümlədən bitişik tikilən evlərə yayılmasına imkan verilmədən qısa müddətə söndürülüb. Yanğın nəticəsində fərdi yaşayış evinin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 300 kvadrat metr sahədə yanıb. Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.